Salam əziz tələbələr. Uzun bir müddətdən sonra yenidən Marsol videolarına davam edirik. İmtahana az bir müddət qaldığı üçün bu videoların sizin üçün əhəmiyyəti böyük olacaq. İlk sualımız riyazi məsələdir. Yazıb ki, içərisində ancaq yaşıl və qırmızı şarlar olan qutudan götürülən istənilən 5 şardan ən az biri qırmızı, istənilən 6 şardan ən az biri yaşıl olarsa, qutudakı şarların ən çoxu neçə ola biləcəyini müəyyən edin. Ən çox neçə şarım var, bunu tapmalıyam. Mənim qutuda 2 növ şarım var. Bir yaşıl şarlardır, bir qırmızı şarlardır. İndi baxın, 5 şardan ən az biri qırmızıdırsa, minimum biri qırmızıdırsa, deməli 1-dən böyük olmalıdır. 1-ə bərabər və 1-dən böyükdür qırmızı şarlarımın sayı. Bu halda 5 dənə şardan neçəsi qırmızı ola bilər? Hamısı da qırmızı ola bilər. Çünki 1-dən böyük olmalıdır. Mən indi maksimal sayı almaq üçün düşünəcəm ki, bu 5 dənə qırmızının içində ümumiyyətlə yaşıl yoxdur. Hamısı qırmızıdır. Yəni həm yaşılları, həm qırmızıları maksimum olaraq düşünəcəm. Bu zaman 5 dənə qırmızı şarım var. Eynən gəlsəm burada 6 dənə şardan ən az biri yaşıl olarsa, deməli yaşıl şarların sayı da 1-dən böyük bərabərdir. Yəni minimum 1 dənədir. Bu zaman mən düşünəcəm ki, bu 6 şarın hamısı yaşıldır. Yaşılların sayını minimum götürəcəm. Maksimum götürəcəm. O zaman həqiqətən yaşılların sayı da 6 olsa, cəmli sayı verəcək bizə 11'i vermiş olacaq. Yəni maksimal şəkildə bizim qutumuzda 11 dənə şarımız var. İkinci sualımız mətnin məntiqi təhlilidir. Yazıb ki, dəstənin üzvləri marşrutun 3 yola ayrıldığı yerdə onları müşayiət edən M, N və K bələdçilərindən hansı yolu və ya yolları seçməli olduqlarını soruşdular. M yalnız bir nömrəli yolun, N də bir nömrəli yolun məqsədə çatdıra biləcəyini, K isə M-in yalan danışdığını bildirdi. Bələdçilərdən ikisinin yalan, birinin isə doğru məlumat verdiyi məlumdur. Nömrəsi neçə olan yolun və ya yolların dəstəni məqsədə çatdırıb-çatdırmayacağını dəqiq tapmaq olmur. Deməli, məndə kimlər var? Məndə var M, N və K. M deyib ki, bir nömrəli yol çatdıracaq. N də deyib ki, bir nömrəli yol çatdıracaq. K isə deyir ki, M yalan danışır. M doğru danışan şəxs deyir. Bu şəkildə bir işarə qoyuram ki, başa düşək. İndi əgər məndə bir dənə doğru danışan var. Məndə doğru danışan M olsa, bir nömrəli yol aparırsa, avtomatik N də doğru danışır. Axı mənə deyir, bir dənə doğru danışan var, 2 dənə ola bilməz. Mən N-ə plus atsam, N-lə M-in məlumatı eyni olduğu üçün gərək M-ə də plus atmış olum. Bu da olmaz. Deməli, məndə doğru danışan şəxs olacaq K, M-lə N yalan olacaq. Başqa bir halımız yoxdur burada. K da deyirdi ki, M yalan danışır. Həqiqətən M yalan danışır, M yalan danışırsa N də yalan danışır. Çünki ikisi də eyni məlumat vermişdi. Bu halda mən artıq bilirəm hansı yolun mən nəticəyə aparmayacağını. Bir aparmayacaq nəticəyə. Çünki bunlar bir demişdi. Həmin məlumat da səhvdirsə, deməli bir aparmayacaq. Deməli, birini çatdırıb-çatdırmayacağını mən dəqiq bilirəm. Çatdırmayacaq. Deməli, çatdırıb-çatdırmayacaq dəqiq olmayanlar hansılardır? 2 və 3'dür. Hansı çatdıracaq, hansı çatdırmayacaq bilmirəm. Bununla bağlı çünki məlumatım yoxdur. Deməli, cavab olacaq 2 və 3. 3 nömrəli sual yenə riyazi məsələdir. Yazıb ki, hovuzu doldurmaq üçün bir nasosdan, boşaltmaq üçün isə bir neçə eyni güclü nasoslardan istifadə olunur. Əgər hovuzu dolduran nasosu, hovuzu boşaldan nasosların 9 ilə bir geriyə salsalar, dolu hovuz bir saata boşalar. Deməli, mənim 9 dənə boşaldan hovuzum var və bir dənə dolduran hovuzum var. Boşaldandan sanki dolduran çıxacaq. Axı, bunlar ekspress həyata keçirirlər. Biri boşaldır, biri doldurur. Bir dənə hovuzum, yəni bir saata hovuzum dolacaq. Yəni, baxın, bunların iş gücünü mən bir saata vursam, vahid həcmdə hovuzum nə olur? Boşalmış olur. Elə birin mənası yoxdur deyə birə vurmanın, bunu bu şəkildə saxlayıram. Sonra yazılıb ki, davamında 6'sı ilə birgə işə salsalar, dolu hovuz 2 saata boşalar. Deməli, 6 dənə boşaldan hovuz və bir dənə dolduran hovuz 2 saata boşaldır. Yəni, bunlar 2 saat işləsə, həcmi vahid olan hovuz boşalmış olar. Nəyə görə həcmi vahid deyirəm? Konkret bir həcmdən danışmamışamsa, şərti ölçü vahid olaraq 1 götürürəm işin həcmini, hovuzun həcmini. İndi mən burada hər tərəfi 2'yə bölsəm, buradan nə alınacaq uşaqlar ikinci tənlikdən? Alınacaq 2'də 1. Hər tərəfi 2'yə böldüm. İndi tərəf-tərəfə bunları toplanmış olsaq və ya çıxmış olsaq daha uyğun olacaq. Tərəf-tərəfə çıxsaq. 9B-dən 6B çıxanda nə qalır? 3B. Mənfi D-dən mənfi D-ni çıxmaq nə deməkdir? Mənfi D çıxısı mənfidir. Mənfi müsbət verəcək. Yəni mənfi D plus D olacaq. Bu bizə verəcək 0'ı. Belə hesablamalarda diqqətli olmaq lazımdır. D-lər getdi 0'a. 1-dən 2'də 1 çıxanda nə qalır? Elə 2'də 1 qalır. Yəni 1'in yarısını çıxırım. Buradan B bərabər olur 6'ya.
Deməli boşaldan bir dənə hovuzun gücü nəyə bərabərdir? 6-ya bərabərdir. Bəs dolduran nəyə bərabərdir? Gəlin buradan hər hansı bir tənlikdən hesablayaq. B-nin qiymətini tapmışam. İndi baxın, məsələn burada hesablayıram. 6B minus D bərabərdir 2-də 1-ə. İndi burada B-nin qiymətinin yerinə yazsam 6 vurulsun 6 bizə verəcək 36-nı açıq yazaq. D bərabərdir 2-də 1. Deməli bu zamanda 36 minus D bərabər olacaq 2-də 1-ə. Mən artıq buradan D-nin qiymətini necə tapacağım? Amma nəzərə alaq ki, bunlar 2 saat işləyir və hovuzun yarısı boşalıb. Bunu nəzərə almaq lazımdır. Yəni istənilən halda burada D-yə qiymət ala bilərik ki, D nəyə bərabərdir? 35,5-ə bərabərdir. Amma bu qədər irəli getməyə ehtiyacımız qalmayacaq. Biz boşaldanın gücünün neçə olduğunu bilirik, 6 olduğunu bilirik. Sual davam etdirək. Yazıb ki, hovuzu dolduran nasos hovuzu boşaldan nasoslardan 4'ü ilə birgə işləsə, işə salınsa, dolu hovuz neçə saata boşalar? Deməli, 4 dənə boşaldan hovuz, çıxılsın dolduran hovuz. Bunlar x saat işləyirlər, və vahid həcmdəki hovuz nə olur? Boşalmış olur. Bir dənə hovuzum təmiz boşalmış olur. İndi mən burada B-nin qiymətini bilirəm. Mən bu tənlikdə indi D-nin də qiymətini tapmalıyam ki, x-i də müəyyən edə bilək. B-nin qiymətini bilirik. Hər hansı bir hovuz, bir boru hovuzu neçə saata boşaldır? 6 saata. Bəs 1 saata hansı hissəsini boşaldır? 6-da 1 hissəsini. Bunu bilirəm ki, 1 saata görülən işi tapmaq üçün mən nə edirəm? Baxın buradan 1 saata görülən işi tapmaq üçün nə edirəm? Kəsr xətti çəkirəm. Kəsrin sürətini işi, məxrəcini isə zaman yazıram. 6-da 1. Deməli, bir dənə hovuz 1 saata 6-da 1 hissəsini boşaldacaq. Bəs dolduran hovuz nə qədər vaxtda 1 saatı nə qədərini doldurur? İndi 10 tapmağa çalışacağıq. Onu da əvvəlki tənliklərdə müəyyən edəcəyik. Deməli, burada baxın tənliyimiz var idi. Gəlin indi tənliyi doğru yazaq. Biz tapdıq ki, baxın tənliyimiz necə idi? Onu da sildik. Aha. 6B minus D bərabərdir 2-də 1 yazmışdıq, elə deyil tənliklərin birində. İndi diqqətlə buna baxın. Biz 1 saata görülən iş tapmalıyıq. Bütövlükdə neçə saata boşaldılır yerinə yazsaq doğru cavab almayacağıq. Deməli, əslində B1 1 saata görülən iş nəyə bərabərdir? 6-da 1-ə bərabərdir. Burada gətirib yerinə yazsam 6 vurulsun 6-da 1 çıxılsın D bərabərdir 2-də 1-ə. Yəni 1 çıxılsın D 2-də 1-dirsə D-nin qiyməti ilə bərabər olacaq 2-də 1-ə. Bunu bildik. Deməli, D1 2-də 1-dirsə, bu 1 saatda 2-də 1-ni boşaldırsa, bütövlükdə neçə saatda boşaldacaq? 2 saata boşaltmış olacaq, bütövlükdə. Bunu da bildik. İndi nə edirik? Gətirib yazırıq yerinə. Deməli, x saat işləyir. 1 saata boşaldan hovuzun biri 6-da 1 qədər boşaldırdı. 4 dənəsi onda nə qədər boşaldacaq? 4 vurulsun 6-da 1. Daha sonra, bir dənə dolduran hovuz 1 saata 2-də 1-ni doldururdu. O zaman necə olacaq? 2-də 1 olacaq. 1 saat 2-də 1-ni dolduracaq bir dənə hovuzum və son nəticədə 1 alınacaq. Buradan x-in qiymətini hesablamağa çalışmalıyıq. 6-da 4 ixtisar aparsaq, baxın bu 6-da 4 deməkdir, elə deyil. 2 ixtisar apara bilərik, amma ehtiyac yoxdur. Onsuz da ortaq məxrəcə gətirməli olacaq. X vurulsun 6-da 4 çıxılsın. Bu bizdə neçəni verir? 6-da 3-ü verir. Bərabərdir 1-ə. 6-da 4-dən 6-da 3 çıxanda 6-da 1 alınır. 6-da 1x bərabərdir ki, 6-da 1x bərabər 1-dirsə, x də buradan bərabər olur 6-ya. Deməli, neçə saata təmiz boşalmış olar? 6 saata dolu hovuz təmiz boşalmış olar. Deməli, cavabımız olur məhz C variantı. Bir açıqlaşdırıcı bir sualdır. Növbəti anaqramdır. Fərqli söz tapmalıyıq. Orfoqrafiya yazılıb. Bir-bir yazmayacağım sözləri vaxt yetməsin deyə. Orfoqrafiya yazılıb 1-də. Morfologiya yazılıb 2-də. Qrammatika 3-də, sintaksis 4-də. Bunların Y variantında. Bunların hər biri nədir? Azərbaycan dilinin bölmələridir. D variantında isə piktogram yazılmışdı. Piktogram. Piktogram şəkli yazı növüdür. Bunlar Azərbaycan dilinin bölmələridir. D variantında verilən piktogram isə şəkli yazı növüdür. Fərqli mənaya gələcək deyə cavabımız oldu. D variantı. 5 nömrəli sual şəkil analizidir. Deməli, kodları yazıram birinci. Kodlar hər fiqurdan çıxan xətlərin sayıdır. G-dən 3 dənə xət çıxıb, A-dan 2 dənə, M-dən 3, I-dən 3, B-dən 2, C-dən 2, D-dən 4, Y3, U2, R4, T4, S4. Bunlar yazdıq. Hərəsindən bir neçə ədəddir. Aşağıda da yazıram. İkiliklər yazıram birinci. Belə ikiliklərə fokuslansaq, onların üzərinə geçsək tapa biləcəyik. Deməli, 4 dənə ikiliyimiz olmalıdır. Bəs ikiliyin biri haradadır? Diqqətlə baxaq, baxın buradadır. Baxın uşaqlar,
Nəyə diqqət yetirdik? Heç koordinat yazmadan da yazmaq olardı bu sualı. 2 dənə bir-birinə bağlı ikiliyim var. 4 dənə ikilik var. 4 dənə ikilik var. Bunlardır. Bunun ikisi bir-birinə bağlıdır. Baxın, məsələn S-ni götürürəm. S-nin koordinatı yazım daha aydın olacaq. S-nin koordinatı nədir? 1 gedib B-yə 2, bir də gedib D-yə 4. 2, 4 olan yeganə budur. Başqa heç bir ikilik 2 və 4-ə birləşməmişdir. Gəlib ikiliklərə baxanda görürəm ki, baxın o budur. Gəlib burada ikiliyə birləşib, buradan gəlib dörtlüyə birləşib. Çünki bunun 4 dənə xətti var. 1, 2, 3, 4. 4 dənə xətti var bu kvadratın. 2, 4 olan bizdə C hərfi idi. Buraya yazıram C. Artıq bağlantıya baxıram. C-dən B-yə gedib 2 xətti var. C-dən gəlir bura 2 xətti var. C-ni B-ni tapdım. C-dən D-yə gedir sonra. 4 xətti var. C-dən gəlir D-yə 4 xətti var. Bu getdi. Geri qaldı 2 dənə ikilik. Bu ikiliklərdən birini tapmaq çox rahatdır. Baxın, diqqətlə baxsaq. Bu ikiliyin koordinatı gəlib üçlüyə 1, 2, 3. Yenə gəlib 1, 2, 3 üçlüyə. Digər ikiliyim isə buradan üçlüyə gəlib, buradan 1, 2, 3, dörtlüyə gəlib. Koordinatı 3, 4 olan məndə hansıdır? Diqqətlə baxsaq, koordinatı 3, 4 olan U hərfidir. Gəlib üçlüyə Y-yə, gəlib dörtlüyə R-ə. Deməli, X-in yerinə olmalıdır U. U-dan gəlir Y hərfinə 3 xətti var. U-dan gələcək Y hərfinə 3 xətti var. Bura olacaq Y. U-dan gəlib R-ə 4 xətti var. Buradan gələcək R hərfinə 4 xətti var. Bir də Y-i tapmağa çalışmalıyam. Çox da uzatmayacağım. Y tərəfə fokuslanacaq. Əlimizdə bir dənə ikilik qalıb. O qalan ikilik də A hərfidir. Avtomatik onu da yazıram bura. A-nı da tapdım. A-nın 2 dənə bağlantısı var. Biri M-dir, biri G-dir. A-nın bağlantılarından biri budur. Baxın, biri də budur. Mənə elə A-nın bağlantılarından birini tapmaq lazımdır, elə deyil. Məsələn, baxın birbaşa uşaqlar, cavab çıxır artıq, R-ə fokuslansaq. Mən görürəm ki, R-lə A-nın bağlantısından birinin əlaqəsi var. Amma R-lə Y-in birbaşa bağlantısı yoxdur. Deməli, bunun biri M idi, biri G hərfi idi. R-lə bunların hansının bağlantısı var? R-lə G-nin bağlantısı var, elə deyil. R-lə G-nin bağlantısı varsa, burada G olacaq ki, R-lə bağlantısı olsun. M-in isə R hərfi ilə bağlantısı yoxdur. Burada da M olacaq ki, G ilə R ilə bağlantısı olmasın. Deməli, U hərfi X-ə uyğun gəldi, Y-ə də M. X, U, Y, M. Doğru cavab olacaq məhz D variantı. Keçirik 6-cı suala. Qatlanmış kağızın açılması sualdır. Deməli, mənim kəsim aparılıb, baxın bu hissədə biraz buradan kəsilib, bir də buradan kəsilib. Elə deyil, bu vəziyyətdir. Mən bunu baxın, bu qat boyunca açacağım, bu qat boyunca açacağım, bir də ki, baxın, bu qat boyunca açacağım, yuxarıdan aşağı. Deməli, bu zaman avtomatik silirəm S-ni. Nəyə görə? Axı, mənim burada belə bir qövsvari kəsim var yuxarı hissədə, bu verilməyib. Yanlışdır. Daha sonra mən rahatlıqla silirəm A ilə B-ni. Çünki, baxın uşaqlar, burada rombun yuxarı hissəsi verilib, belə deyil, belə bir kəsik verilib. Mən bunu yuxarıdan aşağı açanda necə olacaq? Belə olacaq. Yəni, romb forması kəsik olmalıdır. Amma B-də kvadratdır, A-da kvadratdır. Bunlar yanlışdır. Növbəti yanlış olacaq hansı? D və Y variantlarına diqqətlə baxmış olsaq. Birini bu yanında qövsvari hissə var, birində bu qövsvari hissə yoxdur. İndi baxın. Mən bilirəm ki, düzbucaqlı üçbucağı açdıqda onun hipotenuzu boyunca bundan nə alınır? Bundan alınır kvadrat. Mənim burada belə bir kəsiyim var idi. Bu kəsik eyni zamanda gəlib düşəcək bura. Yuxarıdan aşağı da açsam da bütövlükdə bu tərəf hara gəlib düşməlidir uşaqlar. Baxın, diqqətlə baxmış olsa. Mənim burada bir kəsiyim düşəcək. Nəyə görə? Mənim burada bir kəsiyim var. Baxın bu hissədə. Gəl elə burada işləyək. Sanki belə bir düzbucaqlı üçbucaq verilib. Bu xətt boyunca açıram. Mənim burada olan bu kəsik hissəm gəlib hara düşəcək? Baxın, sol tərəf bura düşəcək. Yuxarıdan aşağı açanda da burada kəsik düşəcək. Yəni burada bütöv bir kəsik alınacaq. Əyri bir kəsik alınacaq. O da D variantında var. Baxın, mən bu xətt boyunca qatımı açmışam, elə deyil. Görürsünüz burada. Bu xətt boyunca qat açmışam. Deməli, mən bu xətt boyunca güzgü əksinə baxıramsa, bura necədirsə, burada o vəziyyətdə simmetrik olmalıdır. Amma baxın, bu xətt boyunca bura açsam, bura simmetrik, qövsvari də bura düzdür. Simmetrik deyil Y variantı. Y'ni silən kimi doğru cavab olur D variantı. 7 nömrəli sualda yazılıb ki, 40 nəfərlik bir qrupda rus dilini bilənlər fransız dili bilənlərdən 3 dəfə çoxdur. Deməli, rus dilini bilənlər bərabərdir. Böyük hərflərlə yazacağam. Çünki yalnız ruslar varsa onlar kiçiklərlə yazacaq. Rus dilini bilənlər fransız dilini bilənlərdən 3 dəfə çoxdur. 3 F-ə bərabərdir R. Hər iki dil bilənlər bu dillərdən heç birini bilməyənlərin yarısı qədərdir. Heç birini bilməyənləri X yazıram.
Hər iki dil bilənə H yazıram. Deyir ki, hər iki dili bilən H. Bu dillərdən heç birini bilməyənlərin, yəni x-in nə idi? Yarısıdır. Bölünsün 2. Növbəti cümləyə keçirəm. Yalnız rus, yalnız fransız və hər iki dil bilənlərin cəmi 32 nəfərdirsə. Deməli, baxın uşaqlar. Məndə Eylerven çəkmiş olsam, Eylerven. Bu qapalı sahələrin həcmi. Bu bütövlükdə rus olsun. Qapalı isə sol tərəf bu hissəm olacaq ancaq rus. Bura hər iki dili biləndir. Bura fransızdır, ancaq fransızdır. Bura da bütöv fransızdır. Deyir, ancaq rus. Ancaq hər ikisi və ancaq fransız. Yəni qapalı hissələrin hamısının cəmi neçəyə bərabərdir? 32-yə. Dil bilən şəxslərin hamısının cəmi bu üçünün cəmidir. R plus H plus F. Bərabərdir 32. Ümumi qrupda 40 nəfər var idi. Deməli, kənarda heç bir dili bilməyən neçə nəfər qalacaq uşaqlar? 8 nəfər qalacaq ki, heç bir dili bilmirlər. İndi, mən bildim ki, x-in qiyməti nədir bizdə? 8 nəfərdir. 8-i 2-yə bölsək alaraq 4-dür. Deməli, hər iki dili bilən 4 nəfər var. Bunu da bildik. Deməli, hər iki dili bilən 4 nəfər oldu. Buraya yazdım 4. Daha sonra, mən nəyi tapmalıyım? Yalnız fransız dilini, yalnız F-i tapmalıyım. Bu hissəni. Və burada belə bir tənliyim var idi. Mən bilirəm ki, R bərabərdir nəyə? R plus, kiçik R plus H-a. F də bərabərdir kiçik F plus H-a. Yəni ancaq fransız dili bilənlər plus hər iki dili bilənlər. Ancaq rus bilənlər və hər iki dili bilənlər bütövlükdə bu dili bilənləri təşkil edir. Və buradan bilirəm ki, R bərabərdir 3F-ə. Yəni, bir kənardan yazıram. R plus H, yəni bütöv rus dilini bilənləri bərabərdir 3 rusun bütöv fransız dilini bilənləri, yəni F plus H-a. H-ın qiyməti 4-dür. Bunu artıq bilirəm, gətirib yerinə yazıram. Sadələşdirsək, R plus 4 bərabərdir 3F plus 12. Buradan nəyə bərabər olacaq? R bərabər olacaq 3F 12-dən 4 çıxanda 8 plus 8-ə. R-in qiymətini tapdım. Gətirib burada yerinə yazıram. Avtomatik F-in qiyməti çıxmış olacaq. Baxın, R-in qiymətini mən tapmışam ki, 3F plus 8. H-in qiyməti 4-dür bildirəm. F də elə F-dir. Bərabərdir 32-yə. Məndən elə ancaq F-i soruşur. Yəni ancaq fransızı soruşur. 3F plus F mənə verir 4F-i. Bərabərdir. 8 plus 4, 12. 32-də 12 çıxanda 20. Deməli, ancaq fransız dilini bilən neçə nəfər var? 5 nəfər var. Cavabımız olacaq A variantı. Maraqlı bir ədəd məsələsidir. Tam qəbul səviyyəsi. Hətta qəbul üçün nisbətən ağır bir sualdır. Deməli, növbəti baxırıq buna. 2025-in dim sınağıdır. Hətta 2024-ün ikinci cəhdinə də oxşar bu qaydası düşmüşdü bu sualın. Deməli, sağ tərəfdəki ədədlərə diqqət yetirsək, bunların hamısı cüt ədədlər idi. Bu qədər təsadüf ola bilməz axı. Deməli, bunun bir mənası var. Mən nə edirəm cüt ədədləri 2-yə böləcəm. Buna 4 kimi yox, 2 kimi baxacam. Buna 6 kimi yox, 3 kimi. 8 yox, 4, 10 yox, 5. 2 yox, 1, 14 yox, 7. 20 yox, 10, 18 yox, 9 kimi baxıram. Yəni, yarısı olaraq baxıram. Sağa gedirsə vura bilərəm, toplaya bilərəm. Sola gedirsə çıxa bilərəm, bölə bilərəm. Birinci toplamayı yoxlayıram. 1 ilə bu 2-ni toplasam 3. Sola gedib də 3-dən 3 çıxsam 0. Sağa gedir 0 üstü 3 gəlsəm 3. Sola gedir 3-dən 2 çıxsam 1. Həqiqətən ödədir. İndi çox vaxt itirmədən birbaşa keçirəm sual hissəsinə. Deməli, sağa gedən oxum toplamanı göstərir. 8 plus 10, 18. Sola gedən oxum çıxmanı göstərir. 18-dən 10 çıxsam 8. Sağa gedən toplamanı göstərir. 8 plus 9, 17. Sola gedən oxum çıxmanı göstərir. 17-dən 12 çıxsam nə alacam? 5 alacam. Deməli, doğru cavabım olacaq məhz C variantı. Sadəcə ikinci tərəfdə olanları 2-yə bölürdük. Çünki hamısı cüt ədəd idi. Bunu görmək olardı. 9 nömrəli sual yenə 2025 dim sınaq sualıdır. 3-də 1-dən 1-ə gəlməyin ən qısa yolu nə olar uşaqlar? 3-ə vurmaq olar. Çünki burada olsa kiçik ədədlərdən böyük ədədlər alınıb. Deməli, 3-də 1-i vursam 3-ə alınır 1. 3-də gəldim 0 tutaq. Daha sonra 1-i vursam 3-ə neçə alacam? 3 çıxacam 1-i 2 alınacaq. Yenə 3-ü vuracam 2-yə 6. 2 çıxacam 4 alınacaq. 3-ü vuracam 4-ə 12. 12-dən 3 çıxacam 9 alınacaq. Deməli, vurduğum ədədlər sabitdir. Topladığım ədədlər isə, daha doğrusu çıxdığım ədədlər isə 0, 1, 2, 3 bu şəkildə gedir. İndi 9-u vuracam 3-ə neçə çıxacam? 3 çıxmışam, indi 4 çıxacam. 9 dəfə 3, 27. 27-dən 4 çıxanda nə alınır? 23 alınır.
Deməli burada 23 olacaq. İndi mən bu aldığım 23-ü də vuracam 3-ə, çıxacam 5-i. O da mənə verəcək 69 çıxsın 5, 64-dür. Həqiqətən burada 64 alınıb. Deməli doğrudur. Y variantını doğru olaraq götürəcəyik. 10-cu suala baxıram. Bu tip suallarda sətir-sətirdə olar, sütun-sütunda olar. Yəni 2025 dim sınağıdır. Baxın, 2 dənə burada nə var? Gülümsəyən var, bir dənə üzgün smailik var. İkinci sətirdə. Deməli, bir dənə üzgün smailikdir, 2 dənə gülümsəyəndir. Üçüncü sətirdə. 2 dənə gülümsəyən smailik verilib. Əski olan nədir? Üzgün smailikdir. Olacaq bu vəziyyətdə ağız hissəsi. Deməli, A-nı silirəm, D-ni silirəm, C-ni silirəm. Bunlarda hər biri bu şəkildədir. Gülən smailiklərdir. Daha sonra rənglərə baxıram. 2 qara, baxın qara, ağ, qara. 2 qara, 1 ağ. 2 qara, 1 ağ. Yenə deməli nə olmalıdır? Qara olmalıdır. Yeni silən kimi nə qaldı doğru cavab kimi? B variantı qaldı. Bəxtimizdən tam üzgün və əsəbi bir smailik qalıb. Deməli, baxırdım ki, bir sətirdə 4 dənə qara, 2 dənə ağ var idi. Yenə baxın, 4 dənə qara, 2 dənə ağ var idi. 2 dənə ağ varsa, 2 dənə qara əskikdir ki, 4 dənə qara olmuş olsun. Ona görə cavab olacaq B variantı. 11 nömrəli sual, yenə 2025 dim sınaq sualdır, şifrə sualıdır. Mən sözü eşidirəm cümləsinin şifrəsini tapmalıyıq. Baxın, eşidirəm, burada da var, burada da var. İndi həm ikinci, həm üçüncü sətirdə ortaq olan şifrəmiz hansıdır? Sonu mizlə bitən hissədir, mizdir. Deməli, eşidirəm sözün şifrəsi olacaq miz. Bu halda son nə ilə bitməlidir? Mizlə. A yanlışdır, C yanlışdır. Mən sözü var burada. Gəlin onu tapaq. Baxın, birinci sətirdə də mən var, üçüncü sətirdə də mən var. Hər iki şifrədə, həm birinci, həm üçüncü sətirdə ortaq olan şifrəmiz hansıdır? Diqqətlə baxsaq. Elə əvvələ baxanda görünür. Baxın, bu hissəmizdir. Bu hissə hər ikisində ortaqdır. Hətta bunu uzada da bilərdik, amma ehtiyac yoxdur. Çünki ortada qalan bu şifrə olacaq sənə sözünün şifrəsi. Deməli, N və O hərflərlə başlayan bir şifrə olmalıdır. D-ni silirəm, bu getdi. Sözünü axtarıram, bu sözün şifrəsini axtarıram. Baxın, onu da harada görə bilərəm? Burada. Onsa yerlər qarışdırmırsa, bunun şifrəsi əvvəldə olan mitdir. Deməli, bunun da şifrəsi olacaq mit. Ortada da mit olmalıdır. Əvvəldə no hattı nədir? Onunla başlamalıdır. O variantda bizdə yeganə harda var? Baxın, burada var. Burada çünki mit verilməyib ümumiyyətlə. Cavab olur B variantı. 2025 yenə dim sınaq sualdır və bu kifayət qədər çətin idi. Nə edir? Mən bilirəm ki, nəticə hissəsi mərkəzidir. Rəqəmlərin sayı çoxsa burada böyük ehtimal qruplaşdırma həyata keçirəcək. Rəqəmlərə ayrı-ayrı baxacaq yəni. Deməli, burada nə edir uşaqlar? 7 ilə 1-i toplayırdı, 8 alırdı. Aldığı 8-i 4-ə bölsə, alacaq 2-ni, yazacaq birinci yerə. Sonra 3 ilə 4-ü toplayırdı, 7 alırdı. Aldığı 7 vururdu 2'ye 14 alırdı. 14'ü de yazırdı ikinci yerə. Növbəti birini də göstərəcəm. Baxın. Deməli 4-dən 8-i toplayır, alır 12. 12'ni bölür ixtiyarı 4 ədədini alır 3'ü. 1-dən 7'ni toplayır, alır 8. 8'i 2'ye vuracaq, alacaq 16. 16'ını da yazacaq ikinci hissə. İndi mən də eyni qaydada 8-dən 8'i topladım. Aldım 16'nı. Bu ikisini topladım. Bakın, birincinin sonuncusu ile ikincinin birincisini topladım. Bölürəm 4'ə. Alınır 4. 4 ixtiyari 4 idi. Yəni hamısına 4'ə bölməli idi mütləq. Və aldığım ədəd yazıram birincisiyə. Sonra bunun birincisi ilə bunun ikincisini topladım. Aldım 2. 1 plus 1 2. Aldığımı nə edirdim? 2'ye vururdum. 2'ni 2'ye vursam yenə 4 alacağım. Onu da yazacağım ikinci hissəyə. Deməli cavabımız nə alacaq? B variantı 44 alınmış olacaq. 13 nömrəli sualımız yenə dim sınaq sualdır 2025. Burada nəyə diqqət yetirirdik? Operatorlar. Baxın, şərt varsa şərt hissəsini yerinə qoyulacaq. A-nın qiyməti sol-sola bərabərdir. 4'dür. B-nin qiyməti 3'dür. Şərt varsa birinci şərt hissəsini yerinə qoyuram. A 4, B 3 olsa. 3'lər ixtisar edir. 4'dən 4 çıxanda 0'dan böyük alınmır. Elə 0 alınır. Deməli bu deyil. A 4, B 4, B 3 olsa. 3'lər ixtisar edir. 4'dən 4 çıxanda 0. Bu şərt ödədir. Deməli burada hesablayacağım. A-nın qiyməti 4'dür, B-nin qiyməti 3'dür. Nə alınır? 2 dəfə 4, 8 üstü 3 gəlsəm 11. Deməli bu getdi 11'ə. Bu 11'dir. İndi 5'dən 2'ni hesablayacağım. A-nın qiyməti 5, B-nin qiyməti 2'dir. Deməli baxın, bu ödəmir ikinci sətrində. 5 dəfə 2 10. 13'ə böləndə 3 tam onda neçə salınır?
Və 3,5-dan neçəsindən 4 çıxanda mənfi qiymət alınmalıdır. Deməli ödəyəcək budur. A 5-dir, B 2-dir. 5-dir 2 10. 3-ə bölsəm 3,5-dan neçə alınacaq? Ondan artıq 4 çıxanda mənfi qiymət alınırdı. Yəni 0-dan kiçik. Deməli bu şərti ödəyir deyə burada hesablayacağam. A 5-dir, B isə 2-dir. 2 ilə 2 4, üstə 5 gələndə 9. Bu getdi 9-a. Sonuncu gəlirəm 2 və 7-yə. Sol 2-dir. A bərabər 2-yə, B bərabər 7-yə. Yerinə qoysam, baxın A2, B7-dir. Bu da böyük ehtimal birinci sətirdə ödəyəcəkmi? Baxaq. 2-ni vursam 7-yə 14. 3-ə bölsəm 4,10-da neçə salınır, elə deyil. Bu 4,10 neçədənsə 4 çıxanda 0-dan böyük bir qiymət alınır. Deməli birinci şərt həqiqətən ödəyir. A-nın qiyməti 2, B-nin qiyməti 7-dir. 2 plus 7 bizə verdi 9-u. Bu da 7 9-a. İndi uşaqlar, mən nə edəcəm? Biz istənilən halda gəlirik. Burada yəni 9-dan 9-u hesablayaq, 11-dən 9-u hesablayaq. Əslində bunu mörtəzə formasında bizə göstərsəydi ki, bu ikisini bir hesablayın, alınanla digərini bir hesablayın, işimiz daha rahat olardı. Amma bu göstərilməyibsə, siz ardıcıl tətbiq edin. Mütləq şəkildə. 11-dən 9-u yoxlayaq birinci. A 11-dir, B 9-dur. Deməli, A-nın qiyməti 11-dir, B-nin qiyməti 9-dur. Burada ödəməyəcək hər halda. Ödəyəcək hansı deyirə birincidir. 11 vurulsun 9. Bizə neçəni verir? 99-u. 3-ə böləndə 33. 33-dən 4 çıxanda yenə 0-dan böyük alınır. Deməli, bunu hesablayacaq elə burada. Doğrudur. 11, 9, 20-ni verəcək. Deməli, buradan alındı 20. 20 ilə 9-u hesablayıram bu operatora əsasən. Yenə sol A 20-dir, B 9-dur. Yenə onsuz da birinci sətri ödəyəcək. A 20-dir, B 9-dursa, buradan nə alınır? 3 eksi 7 60-dan 4 çıxanda 56. Yenə 0-dan böyükdür. Deməli bura ödəyəcək. 20 plus 9-da bizə 29-u vermiş olacaq. Amma istənilən halda sualda biraz tərəddüd doğuran məqam var idi ki, biz son nəticədə buranı hesablayanda bu ikisini bir hesablayaq, sonra bundan bir hesablayaq, ya arxadan da hesablaya bilərik mi? Konkret mötərizə qoysaydı bu şəkildə işimiz daha rahat olardı, əmin olardıq. Amma qoymayıbsa ardıcıl getməyə çalışın. Yəni əvvəlcə bu hissəni hesablayın, sonra onlardan alınanı bir hesablayın. Cavab olacaq 29. Çünki burada onsuz da sadəcə toplama işarəsi idi. Növbəti 14 nömrəli suala baxıram. Şəkil ardıcıllığıdır. Baxın, qara A kvadrat buradaydı. A fiquru deyirəm bunu. A fiquru 1 addım 2 addım hərəkət etdi, gəldi bura saatın əksinə. 2 addım hərəkət edib bura gələcək, gəldi bura. 2 addım hərəkət edib gəlməlidir bura, əvvəlki yerinə. B yanlış, C yanlış, Y yanlış, D yanlış. Hamısı yanlışdır, doğru cavab A variantıdır. Ağ dairə ilə 1 addım 2 addım hərəkət etdi, gəldi bura. B fiquru. 2 addım hərəkət edib bura gəlir. Saata qərəb istiqamətində 2 addım hərəkət edib bura gəlməlidir. İkisi də əvvəlki yerini alacaq. Cavab olacaq A variantı. 15 nömrəli sualımız yenə qatlanmış kağızın açılması sualıdır. Baxın, birinci bu qat boyunca kağızı asacağım. Kağız hardan hara qatlanıb? Əvvəlcə sağdan sola qatlanıb. Sonra aşağıdan yuxarı qatlanıb. Sonra da bu istiqamətdə yenə sağdan sola doğru qatlanıb. Bütün oxlar sol yuxarı künc göstərir. Deməli, mənim bu kəsiyim gəlib düşür bu hissəyə. Cavab variantlarında həmin kəsik birə-bir eyni qalmalıdır. Mən baxan kimi artıq C-ni silirəm, B-ni silirəm. Hətta D-ni də siləcəm. Nəyə görə? Baxın uşaqlar. Biz demişdik ki, düzbucaqlı üçbucağı onun hipotenuzu boyunca açdıqda ondan nə alınır? Kvadrat alınır. Və burada 2 dənə düzbucaqlı üçbucaq var. Bunları açdıqda nə alınacaq? Kvadrat alınacaq. Yenə belə bir kvadrat alınacaq. Bu şəkildə kvadratlar mənə harda verilib? Baxın, diaqonalın üstündən keçir sanki. Verilib A-da, bu vəziyyətdə. Amma baxın, C-də tərsinə verilib. Sonra D-də kvadrat alınmayıb. Üçbucaqlar olduğu kimi qalır. Baxın, mən bu xətt boyunca açıram bunu. Deməli, bu çevrilməlidir, kvadrat olmalıdır bu şəkildə. D yanlışdır, C yanlışdır. B variantında da istiqamətlər doğru deyil, B də yanlışdır. Qaldı A və Y variantları. Arasındakı fərqə baxmamız işimizi daha da asanlaşdıracaq. Elə baxan kimi görürük ki, A variantı yanlışdır. Baxın uşaqlar, buradakı ulduzlar. Mən bu istiqamətdə bunu açmalıyım. Mənim burada belə bir qatım var. Bu istiqamətdə açanda bu ulduz bu ulduza necə çevrilsin? Və ya bu istiqamətdə açıram. Bu ulduz buna necə çevrilsin? Siz sanki güzgüyə baxıb güzgüdə başqa adam görürsünüz. Qorxarsınız, elə deyil. Deməli, bu nə olsun? Doğru deyil. Güzgü əksi doğru verilməyib. A yanlışdır. Doğru cavab olur Y variantı. Növbəti 16 nömrəli sualımız da yenə qatlanma ilə bağlıdır. Deməli, qatlarımdan biri budur. Deməli, bu istiqamətdə qatlamışam. Sağ aşağıdan sol yuxarı. Qatlarımdan biri budur. Bu istiqamətdə qatlamışam.
Daha sonra burada sonuncu kəsim aparılıb. Baxın bu hissədə. Qırmızı ilə rənglədiyim hissədə aparılıb. Baxıram ki, yuxarıda belə bir üçbucağa bənzər kəsik var. Bu olmalıdır mütləq. Bütün variantlarda var. Sonra baxın burada belə bir kəsiyim var. Mən bu qat boyunca bu kəsiyi açanda baxın burada belə bir üçbucaq kəsiyi alınacaq. Simmetrik formada elə deyil. Bu xəttim, diaqramım düşəcək bura belə bu vəziyyətdə. Üçbucaq alınacaq. Baxın adı alınmayıb. Bu hissəm əskikdir sanki. Bura bu vəziyyətdə qalıb. Baxın belə düşməli idi. Bu xətt boyunca açıramsa bu kəsik burada düşməli idi. Düşmür. Yanlışdı. Anı sildim. Bu getdi. Daha sonra baxıram digər variantlara. B yanlışdır. Çünki mənim baxın bu qatın boyunca simmetriyam olmalıdır. Mən bu qatı bura gəlib çəksəm bu güzgünü. Sanki siz burada durmusunuz güzgünün qabağında və burada özünüzü görmürsünüz. Yenə yanlışdır. Mən özümü görməliydim axı orada. Nə olursun. Güzgüyə baxıramsa güzgüdə özümü görməliyəm. Bu hissədə belə bir kəsik olmalıdır. B-də yoxdur. Digər variantlarda var, hələ ki doğrudur, silmirəm. Qaldı C ilə D. C variantı yanlış olacaq. Çünki baxın, mənim burada belə kəsiklərim verilib. Bu kəsiklər hardan düşür uşaqlar? Baxın bu qat boyunca burada olan kəsiklər düşməlidir bura. Yenə bu düzbucaqlı üçbucağı açacağım. Bu istiqamətdə düşəcək bura. Axı mənim burada, yəni kağızın bu hissəsində belə əyri xətlərim yox idi. Olmuş olsa belə lap atıram. Baxın bu xəttimi çəkirəm buradan. Məndə sanki güzgünün bu hissəsində belə fiqurlar var. Güzgüyə baxırlar. Amma burada özlərini görmürlər. Yanlışdır axı. Yəni bunlar qarşı-qarşı olmalı bu vəziyyətdə burada. Əgər doğru olacaqdısa. Deməli səni də silirəm. D variantı doğru variant kimi qalır. Baxın bu fiqur simmetrik bura keçir. Daha sonra qatlarımdan biri budur. Bu xətt boyunca da baxsam simmetriya tam doğrudur həqiqətən. Baxın sanki bunun güzgü əksi buradadır, bunun yarısı buradadır, bunun güzgü əksi də buradadır. Tam simmetrikdir. Eyni bu üçbucaq simmetrik olaraq düşür bura. Bu üçbucaq bucaq formasında düşür bura. D variantı tam doğru olacaq. Və keçirik 17 nömrəli sualımıza. Bu tip sualları biz işləyərkən nəyə diqqət yetirirdik? Güzgü əksi olduğunu bildiyimiz üçün ancaq saymağa başlayıram. Baxın bir bunları sayacağım. Bu oyun hissəsi sağa baxanlara 1, sonra 2, 3, 4, 5 dənə. Deməli 5'i baxır hara? Sağa doğru. Daha sonra 1, 2, 3, 4, 5 və 6. 6'sı da baxır sola doğru. Deməli mənə nə lazımdır? Bir dənə sağa doğru baxan lazımdır. Gəlib baxıram bu sağa baxır, bu da baxır və bu da baxır. 3'dən 4 yanlışdır. Bəs hansını seçəcəyik? Gəlib nə edirik? Baxırıq indi aşağı hissələrinə rahat olsun deyə. Sola doğru baxan 1, 2, 3, 4, 5. 5 dənə sağa baxır. Yenidən saysaq sola doğru baxır. Əslində artıq heç saymağa belə ehtiyacımız yoxdur uşaqlar. Onsuz da 2 dənə sağa baxan var. Bu ikisini siləndən sonra bir dənə 2 qalacaq. Amma tam arxayın olmaq üçün baxmağa çalışmalıyıq. 5'i sola baxırsa 6'sı da sağa baxandır. Onlar da hansıdır? 1, 2, 3, 4, 5, 6. 6 da sağa baxan var. Deməli mənə tarazlıq təmin etmək üçün və ya sayı təmin etmək üçün bir dənə sola baxan lazımdır. O bir dənə də sola baxan hansıdır? 2'dir. 1'də də 5'də də sağa baxıb. Bunları da silən kimi doğru cavab ki məhz 2 qalmış olurdu. 18 nömrəli sual yazıb ki kubun açılışı olmayan variantı tapın. Deməli biz kubda 4 cüt deyirəm. 3 cüt nə tapmalıyıq? Qarşı yüz yarada bilməliyik. 3 cüt qarşı yüz yarada bilmədiyimiz açılışlar doğru açılışlar deyil və çalışmalıyıq belə simmetrik bir fiqur çəkə bilərik. Baxın mən bunu tam ortadan bölürəm. Həm simmetrik fiqurdur, həm də 3 cüt qarşı yüzüm var. 1, 2, 3, 4, 5, 6 yazsam. 1-dən 3 bir cüt qarşı yüzdür. Bir-birinə toxunmurlar. Arasında bir tərəf qalıb. 2-lə 4 bir cüt qarşı yüzdür. 5-lə 6 da bir cüt qarşı yüzdür. 4 doğrudur. 4'ü sildim. 2 də doğrudur. 2'ni də siləcəm. Baxın bu tərəflə bu tərəf bir-birinin qarşı yüzüdür. Bu tərəflə bu bir-birinin qarşı yüzüdür. Geridə qalanlar da bir-birinin qarşı yüzüdür. Və tam simmetrik fiqurlardır. 2 də 7. Sonra növbəti simmetrik fiqurum mənim hansıdır? 1'dir. Mən buradakı kvadratı aşırdıb bura gətirə bilərəm. Aşırdıb bura gətirsəm olacaq belə bir vəziyyət elə deyil. Nəyə bənzəyir? Elə 4'ə bənzəyir. 4 ilə eynidir sanki. Sanki mən sadəcə nə etmişəm? Bu 4'ü aşırdıb bura 6'nın yanına gətirmişəm. Bunu edə bilərəm.
Amma artıq aşırıb bura gətirə bilmərəm heç bir halda. Yəni mən baxın, sanki burada olan bu kvadratı aşırıb bura gətirmişəm. Amma buradan artıq aşırıb bura apara bilmərəm. Bu yanlış açılış olmuş olacaq o zaman. Deməli, bir də doğrudur. Məndən olmayanlar istəyir. Bir də silən kimi geri qalır 3-dən 5. Həqiqətən 3-dən 5 yanlışdır. Nəyə görə? Baxın, bu ikisi bir cüt qarşı üzdür. 1-dən 2 bir cüt qarşı üzdür. Amma digər qarşı üzlərim yoxdur. Mən bunu aşırıb bura gətirsəm bu ikisi bir-birinə toxunur. Bu ikisi də bir-birinə toxunur. Yəni burada qarşı üzləri yarada bilməyəcəm. Maksimum deyəcəm ki, bunları aşırıb bura gətirə bilərəm. Bununla biri qarşı üz olacaq. Bəs növbəti qarşı üzlərim yarada bilməyəcəm artıq. Həm də tam simmetrik almayacaq. Simmetriyə diqqətlə fikir verməsək belə qarşı üzləri yarada bilmirik. Həmçinin burada. Baxın, 1-dən 2 qarşı üzdür, 3-dən 4 qarşı üzdür. 3-dən 4, 1-dən 2. Amma 5-dən 6 qarşı üz deyil axı. Bunlar bir-birinə toxunacaqlar aşıtsam. Bunu aşırıb bura gətirsəm. Biri harda olmalıydı? Biri olmalıydı bu tərəflərdə bir yerdə. Yəni xəttdən aşağıda olmalıydı. Ki onlar həqiqətən qarşı üz olmuş olsunlar. Deməli cavab oldu 3 və 5. 19 və 20 nömrəli suallara baxırıq. 19 yenə fəzə fiqrudur. Açılışa uyğun gələn variantı müəyyən edin yazılıb. Deməli, variantları və ya variantı müəyyən edək. Ağın üstü ağ, sağında ağ verilib burada. Baxın elə, bu ağı aşırıb gətirsəm bura, bunu, buradakı ağımı. Ağın üstü ağdır, sağında ağdır. Bir doğrudur. Bir olmayan variantları silirəm. Bu ikisi 7. 2-yə baxıram. Deməli, ağın üstü, bu düz bucaqlı üç bucaqdır, sağında yenə ağ verilib. Deməli, diqqətlə baxaq, bunu necə təyin edə bilərik uşaqlar? Mən bunu bura aşırıb gətirə bilərəm. Baxın, bu istiqamətdə aşırıb bura gətirə bilərəm. O zaman necə olacaq? Bir dəfə aşırsam olacaq bu vəziyyətdə. İndi gəlib və buradan baxa bilərəm. Bir dəfə aşırsam necə olacaq? Deməli, bir dəfə aşırsaq olacaq bu vəziyyətdə. Ağın üstündə düzbucaqlı üçbucaq, sağ tərəfində başqa bir ağ verilib. Elə buradan baxanda görmək olurdu bunu. Baxın, buradan durub baxsam, bu ağın üstündə bu düzbucaqlı üçbucaq var. Sol tərəfdə düşür bura axı. Solda da budur. Rahat yoxlaya bilmək üçün bir bağlantıya baxıram. Katet ağa birləşib. Baxın, burada katet həqiqətən ağa birləşib. Tam bu nöqtədə. Rəngi dəyişim daha aydın seçin. Baxın, buradan katet ağ tərəfə birləşib. Və burada ağ da düzbucaqlı üçbucağın bu ağ tərəf hissəsi də gəlib ağ düzbucaqlıya birləşib. Baxın, o da buradan birləşdi. Deməli, həqiqətən mən bu vəziyyəti yarada bilirəm. Amma diqqətlə baxaq, tam ödəyəcəkmi? Sağ-sol məsələsi var. Əslində sağ-sol tərəflər burada ödəmir, amma böyük ehtimal olacaq buradakı fiqurlarımız ödəyəcək. Çünki mən burada ağın üstə düzbucaqlı üçbucağın bu qara hissəsini görəndə sağda ağ tərəf qalır. Yəni mən gəlib buradan baxanda ağın üstünə bunu görəndə solda qalır bu. Burada isə sağda qalıb. Deməli, bu doğru deyildi. Bu fiqur deyildi ən azından. Amma mən bunu kəsib buraya yapışdırsam, bu ağı da aşırdıb bunun yanına gətirsəm, baxın buradakı ağı. Bu zaman vəziyyət alınacaq. İndi baxın, mən yuxarıdan aşağı baxsam, bunu görə bilərəmmi? Və ya buradan baxsam, baxın, bu ağı aşırıb gətirmişəm bura. Buradan baxsam görəcəm. Ağın üstündə düzbucaqlı üçbucaqdır. Sağ tərəfə ox istiqamətinə baxıramsa buradır. Sağında da nə verilib mənə? Başqa bir ağ kvadrat verilib. Sanki bunu kəsirəm buradan. Olduğu kimi yuxarı buraya yapışdırıram. Buradakını da aşırdıram bura. Bu düzbucaqlı üçbucağın yanına doğru. Burada bu üçünün aldığı vəziyyət, baxın, bu üçünün yaratdığı vəziyyət yenə ikinci şəkildəki vəziyyətlə birə-bir eynidir. 2 də doğrudur. Növbəti 3 və 4. 3 yanlışdır birbaşa. Nəyə görə birbaşa bunun yanlış olduğunu görürdüm? Baxın, mənim buradakı üçbucaqlarımdan birinin 90 dərəcəsinə, digərinin təpə nöqtəsi hipotenuzu toxunur. Amma bunun 90 dərəcəsinə bu toxunurdu. Bunun 90 dərəcəsinə də bu toxunurdu. Heç birinin 90 dərəcəsinə digər düzbucaqlı üçbucaq toxunmurdu. Burada isə qayda-qanunluq pozulub. Birinin 90 dərəcəsinə digər üçbucağım toxunur. 3 yanlışdır. 3'ü silən kimi əlimdə nə qaldı? A və D qaldı. 4 də doğruydu. Deməli, baxın 4'ü hardan görmək olardı? Bu üçünün vəziyyəti idi 4. Buradakı 3 fiqurun vəziyyətinə diqqətlə baxsaq elə bunu görmək olardı. Öndə budur, öndə budur. Sağda budur, yuxarıda budur. Baxın, öndə bu, sağda bu, yuxarıda da budur. Birə-bir eyni vəziyyətdir. Deməli, 4 də doğrudur, artıq üstə çox qalmayacam. Deməli, A variantı silən kimi D variantı doğru cavab kimi qalmış olurdu. Tam arxayın olmaq istəyirdisə, bunu aşırardıq bu vəziyyətdə bura.
Aşırsaq necə olurdu? Diaqonal fiqurumuz dedi ki, ziqzaqvari hərəkət edir. Olur bu vəziyyətdə. Yəni bu istiqamətdə saatın əksinə aşırdıramsa, bu boz hissəm hara düşməlidir? Düşməlidir bura. İndi baxın, bu vəziyyətdə aşırtdıqda mən nə görürəm? Bu ikisinin vəziyyətinə baxın, bu vəziyyətdə. Buradan baxsam, bu fiqurun üstündə digər düzbucaq, üçbucaq olan fiqurdur. Sağ tərəfdə də A kvadratdır. Baxın, indi bu vəziyyətə daha aydın görə biləcəm. Deməli, 4 doğrudur, cavab olur. D variantı. Və keçirəm növbəti suala. Uşaqlar, burada şərt yazmaq yaddan çıxıb. Şərtdə mənə bir rəqəmli natural ədədlər deyirdi. Bir rəqəmli natural ədədlər hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bunlar idi. Dedik ki, fiqurun sayı çoxdursa qiyməti aşağıdır. Minimal qiymətlər verəcəm, amma 0 vermənəm. 0 versəm, o da 0-a gedir. Deməli, 1 verəcəkdim qara dairəyə. Qara dairə 1 olsa, baxın, bu olacaq 5. Diqqət yetirin. Baxın, buradakı yer kürəsinin forması fərqlidir. Bunlar fərqlidir. Bu fərqlidir. Ayrı-ayrı fiqurlar idi. Başqa yer kürəsi də yox idi. 3 dənə ayrı yer kürəsi var idi. Form olaraq buna diqqət yetirirdik. Mən 1 və 5-i tapdım. Bu getdi 1 və 5. Növbəti, baxsaydıq bura. Buradan irəli getmək olardı. Və hətta baxın, buradan irəli getmək olar. Mən 1-i istifadə etmişəm. Buna 2 desəydim. 2 plus 2. 3 dəfə 2, 6. Buna 3 desəm 7. 3 desəm daha doğrusu 3 dəfə 2, 6, 3 gəlsəm 9 alınırdı, elə deyil. Bu bizə verəcək neçəni? 9-u. Mən artıq 2-ni, 3-ü və 9-u da tapmışam. 2 də, 3 də, 9 da tapılıb. Qaldı bu hissə. Burada da fiqur sayı çoxdur. Deməli, baxın, 2-ni, 3-ü və 1-i istifadə etmişəm. Məcburam bura nə yaza bilərəm? 4 yaza bilərəm, elə deyil. Amma baxıram ki, 4 yazsam nə olacaq? Ödəməyəcək. Deməli, burada bir problem yaranır artıq. Ona görə bunlara 4'ü yox. Baxın, 0 da verə bilərəm. Axı 0 da var. Bunlara 0 versəm necə olardı? Bu 4 olardı. Avtomatik bunun da qiyməti 4 olur. Görək bu ödəyəcəkmi? Amma müxtəlif olmalıdır qiymətlərimiz. Yenə bu 4 olur deyə bunu da yaza bilməyəcəyik heç bir halda. Deməli, böyük ehtimal biz burada doğru qurmamışıq. Bu qiymətlərimizin yerini indi dəyişməyə çalışacağıq. Mən indi gəlib aşağıdakı qiymətlərimi dəyişirəm. Baxın, gəlin verək bunlara 3'ü. Buna 3'ü verək. Buna 0 verək. Bu yenə 9 olsun, elə deyil. O zaman 2 məndə qalırdı boşda. Buna 2 versəydim. Buna 2 versəydim. 3 dəfə 2, 6. İndi mən nədən istifadə etməliyim? Məcburən 4 yazmalıyım, amma 4 yazsam da 10'a gedib çıxır. Burada çox əslində biz uzatdıq. Biz onsuz da bu fiqurun qiymətini əvvəlcən tapmışıq uşaqlar. Ona görə bayaqdan alınmır. Biz onsuz da buna qara dairəyə 1 demişik. Mümkün deyildi qara dairənin qiymətini olduğu kimi yerinə yazmadan qiymətimizi almaq. Deməli, buna 1 versək. İndi bunları çox uzatmayacağım. 2 verəcəm. Sayıları çoxdur, aşağı qiymət verəcəm. 3 dəfə 2, 6 üstü 1 yazsam 7. Bu olar 7. İndi rahatlıqla alınacaq. İndi ağ dairəyə mən 3 desəydim. 3 desəydim. Məcburən buna 0 deməliyəm ki, buradan 9 alınsın, ödəsin. İndi deməli, mən 0'ı tapmışam. 1'i, 2'ni, 3'ü tapmışam. Qalıb məndə 4. 5'i tapmışam və 7'ni tapmışam, 9'u tapmışam. Qalıb 4, 6 və 8. Onu da uyğunlaşdıracaq digər tərəfə. Deməli, burada nə edə bilərik? 4, 6, 8'i, 4, 6 və 8'i uyğunlaşdıra bilərik digər tərəfə. Digərlərin heç birini tapmamışıq geri qalanların. Deməli, mən bunları 6 yazaram. 6 plus 6, 12 olar. Eyni fiqurlardır. Bunu birinə 4 yazaram, birinə də 8 yazaram. Hansıdır bilmirəm. Ehtiyac da yoxdur artıq onları bilməyə, çünki onu böyük ehtimal bizdən soruşmayacaq. Sadəcə diqqətli olmalıyıq. Buna görə sadəcə vaxt itirdik ki, burada biz bu fiqura yeni qiymət tapmağa çalışırdıq. Axı onsuz da bu tərəzinin qiymətini burada müəyyən etmişəm. Ona görə ehtiyac yox idi. İndi gəlib sualı cavablayacağam. Deməli, mən ayparəyə neçə dedim aşağıda? 7 dedim. Qara dairəyə də 1 dedim. 7 plus 1 mənə verəcək 8'i. Deməli, uyğun gələcək buna 8. Daha sonra 8'dən başqa 2 variant var əslində əlimizdə. Bu iki fiquru toplamalıyam. Deməli, bu fiqurla bu fiquru toplamalıyam. 0 plus 6'dır. 0 plus 6 bizə 6 verəcək. Bu olacaq 6. Ağ dairə ilə yarım dairə bunu toplamalıyam. Bu 3'dür, bu 9'dur. Toplasam neçə alınır? 12. Bu da gedəcək 12'yə. 8, 6, 12 cavab da B variantında var. Deməli, bu sualın doğru cavabı da elə B'dir. Cavabları sonunda qeyd etmişdim ki, rahatlıqla yoxlayıb birbaşa səhvlərinizə baxa biləsiniz. Yəni, bir də bütöv izaha baxıb vaxt itirməyəsiniz. Davamlı yenə atacağım. Mütləq başqa izahlarımız, başqa suallarımız olacaq. Bunların hamısını işləməklə, qəbulları bitirməklə rahat şəkildə qəbulda yüksək nəticə əldə edə biləcəksiniz. Növbəti izah videolarında görüşənə qədər hələlik.